Regiondakı bütün iqtisadi layihələrdən kənarda saxlanılan Ermənistan hazırda gündəmdə olan yeni bir layihəyə qoşulmağı ümid edir. İran adlanan ölkənin Rusiyadakı səfiri Mehdi Sənai bu ölkənin Kommersant qəzetinə müsahibəsində Moskva və Tehranın İran neftinin alınması ilə bağlı razılaşdığını bildirib. Səfir söhbətin gündəlik yarım milyon barel neft satışından getdiyini söyləyib. O, Rusiyanın bir neçə marşrut təklif etdiyini və hazırda bu marşrutların müzakirə edildiyini deyib. Bir neçə gün bundan əvvəl isə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi baş nazir Tiqran Sərkisyanla görüşüb. Rəsmi informasiyalara görə görüşdə bir sıra məsələlərlə yanaşı enerji tranzit məsələləri də müzakirə edilib. Ermənistan hazırda yalnız İran-Gürcüstan arasında tranzit rolunu oynayır və yalnız avtomagistrallardan istifadə olunur. Rusiya enerji marşrutlarında Ermənistan nəzərdə tutula bilərmi? Ölkələr arasındakı münasibətlər, daha doğrusu Rusiya-Gürcüstan münasibətləri onu deməyə əsas verir ki, Ermənistan bu layihədən də kənarda qalmağa yaxındır. Bundan başqa, İran kütləvi informasiya vasitələrinin yazdığına görə, ölkənin Rusiyadakı səfiri neftin ixracı üçün Azərbaycan dəmir yolunun seçilməsinin mümkün olduğunu dilə gətirib. Ermənilərin özləri də bu məsələdə müşkül düşünmür. Biz qarşıdakı 30 ildə Rusiyanın Gazprom şirkətinin maraqlarına zidd olan qanunları qəbul edə bilmərik. Rusiya ilə imzalanmış müqavilə faktiki olaraq qazın tranziti ilə məşğul olmağımızı qadağan edir. Maraqlıdır, neftin tranziti ilə bağlı eyni müqavilə varmı? Dragir qəzeti yazır.